Çeşidi bol, ləzzəti bir-birindən fərqli olan paket və dəmləmə çayları. Yay, qış, isti, soyuq demədən süfrələrimizdən əski etmədiyimiz bu çaylar təəssüf ki, hər zaman faydalı olmur. Çünki artıq bəzi işbazlar içdiyimiz çaya belə müdaxilə ediblər. Boyalar qatıb, ətirləndiricilər vurublar. Belə çaylar bəzən saxta etiket altında, bəzənsə tərkibi dəyişdirilərək çəki ilə piştaxtalarda yer alır. Hazırda Azərbaycana müxtəlif ölkələrdən çaylar idxal olunur. Satıcılarsa deyirlər ki, bölgələrimizdən gətirilən yerli məhsula tələbat daha çoxdur. Bu çaylar Lənkəran çaylarıdır. Mənim en qədər müştərim var. Çox da razı da qalırlar. Bütün meyvəli çaylar alınır. Lənkəran çayına da tələbat var, Astıra çayına da. Qiymətlərlə narimanədir, belə çox bahalıqdır. Mütəxəssislər bildirir ki, istər meyvəli, istərsə sadə olmaqla bütün çaylara müdaxilə etmək mümkündür. Qutularda satılan çayları alarkən üzərində qeyd olunanları oxumaqla, çəki ilə satılanlarınsa boyanmadığını rəngindən müəyyən etmək olar. Yarpaqları tünd qara, ovuntularında rənglənmə tozu olduqda çay boyanmış hesab olunur. Soyuq suda da təbii çaylar genç rəng buraxdığından buna görə bir qədər quru çay, soyuq su əlavə edirik. Əgər o boyaq maddəsindən istifadə olunaraq rənglənmiş çaydırsa, yəni süni boyaq maddəsi əsasında rənglənmiş bir çaydırsa, su 10-20 saniyə ərzində artıq rəngini dəyişdirib qırmızı salara gəlib çıxacaqdır. Dəmlənmiş çaydan təmiz bir ağ bezin üzərinə bir miqdar damızdırırıq. Sonra əgər bezdə tünd ləkələr qalırsa, qeyri-təbii ləkə görünürsə, demək ki, artıq çayda süni boyaq maddəsindən istifadə olunmuşdur. Müxtəlif boyalar qatılan çayların insan orqanizminə ciddi zərərləri də var. Həkimlər belə deyir. Bu kimi çayların, süni boyanmış çayların istifadə olunması həzm sistemini kəskin şəkildə qıcıqlandırır. Bir sıra dispeptik əlamətlərin yaranmasına gətirib çıxarda bilər. Mədənin seytlik şahsını qıcıqlandırmaqla yanaşı, eyni zamanda həzm sisteminin qoruyucu faktoru olan muksun sintezini zəiflədə bilərlər. Və bu süni dadlandırıcı, aromatlaşdırıcı çaylardan da davamlı şəkildə istifadə olunması bağırsaq funksiyasını poza bilər. Yəni, bağırsaq mikroflorasına çox zərərli təsir göstərərək ishallara gətirib çıxarda bilər. Mütəxəssislər gün ərzində 3-4 stəkandan çox çay içməyi məsləhət görmür. Həmçinin çay dəmləyərkən içərisinə müxtəlif növdə qarışıq ədviyyatların əlavə edilməsi tövsiyə olunmur. Aydan Əliyeva, Emin Tağıyev, Çinarə Vaqif, Telesəhər.